insanın xarakteri, yəni xarakter bu mənada ki, insanın xasiyyəti. Xasiyyətin dəyişməsi mümkündür, amma çətindir. Hədislərdə gəlib kəlmə uciz, elə bil dəyişilməsi möcüzəyə bənzər, amma elə də deyil ki, dəyişilə bilməz. İnsan bəzi vaxt xarakterin əksinə gedir, davamlı bu işi icra etdikdən sonra xarakter dəyişməyə başlayır. İlk öncə nəzəri baxımdan gələ fikirləri dəyişilsin, daha sonra praktik addımlar atsın. Quranda bir ayə var, kullun yəməl ələ şakiləti, hər bir insan şakiləsinə uyğun. Şakilə yəni xarakteri, xasiyyətinə uyğun əməl edir. Yəni əməllərinə bax, içini tanı. Sözlərinə bax, özünü tanı. Amma bu ayənin izahında Əl-Mizan təfsirinin müəllifi deyir ki, belə deyil ki, sən xarakterin əsirisən. Ola bilər ki, xarakterin əksinə də gedə bilərsən. Əsir olmazsan, heç əksinə gedərsən. Və get-gedə xarakteri dəyişə bilərsən. Hətta Quranda bir ayə var, İnnəl insana xuliqə həlu'a, İzə məssəhu şərru cəzu'an, İzə məssəhul xeyru mənu'an. Deyir, insan qəribə bir məxluqdur. Biraz çətinlik yüz tutanda fəryad səsi bütün aləmi bürüyür, qışqır, bağır, hamıya deyir ki, başıma bu gəldi. Xeyr üz tutanda heç kəslə bölüşmək istəmir. Mənu'an. Yalnız özü, öz ailəsi, öz balasına yedirtmək istəyir, heç kəsə vermək istəmir. Bu, bunu artıq xarakterinə çevrilib, xüsusiyyətinə çevrilib. Davamında buyurur, illəl musəllin. Allah namaz mövzusunu ortaya gətirir ki, namazda bir güc var ki, sən xarakterizə dəyişsin. Namaz olsa, namaz xuşu ilə olsa, qəd əfləhəl müminun. Allah Teala Müminun surəsinin əvvəlinə deyir ki, möminlər fəlaha çatdı, qurtuldu. Hansı möminlər? Davamında izah verir ki, hum fissəlatihim xaşiun. O möminlər ki, namazda xuşudadılar. Yəni, canla namaz qılırlar, ruhla namaz qılırlar, qopub dünyadan namaz qılırlar, təmərküzləşirlər Allaha. Və belə bir namaz insanın xarakterini dəyişmək gücünə malikdir. Bəs nəticə almaq olar ki, dəyişmək olar. Niyə də dəyişmək olmasın? Əgər dəyişilmək mümkün deyildi, niyə bu qədər bizə tövsiyə ediblər əhl-i beyt ki, çalışın, özünüzü islah edin. İslahat biz necə olacaq? Bəli, mümkündür.